sən? Qaqan harda olsa yaxşıdır? Harda? Avstraliyada. Keçən həftə efiri yola verdim. Mindim Azərbaycan uşaqlarına, getdik samolyotla, qəşəng gəzdik elədik. Avstraliyanı, özdə orada tanış zemlyaklar var. Bütün gün nə eti yesəm yaxşıdır? Oranın uca milli xörəyinə çevrilir. Mal əti? Yox, bu yaşa doşanlar nədir? 40-50 yaşında, hündür tullanan doşanlar. Bütün günü qaqan bax, onların ya ləvəngisini yerdi, ya kababını ya da yedirir. Qaqa, bilirsən nə? Ləzzət, ləzzət. Özüm ölüm, ləzzətli bir şeydir. Özümdən 1-2 kilo da gətirmişəm sənə. Ala bu kuloku götür. Kuloku götür. Buna bax, buduna bax, bunun buduna bax, buduna bax. Ne boyda doğuşan da bu? Qoca doğuşandır, qoca doğuşan. Əti tam. Qoca doğuşan bu boyda yaxım olur. Bu nədir? Bunların interesli parodiyası olur. Nə deyirlər onu? K hərfindən başlayır. K nədir? Doğuşan döyə bu. Nədir? Bu kengurudur, kenguru. Kenguru nədir? Kenguru tullanan heyvan. Birdən ülkək rayonda kengurumu görmüşəm, tullanan doğuşanımı görmüşəm. Kenguru lənəncisini görmüşəm. Azərbaycan uşaqlar dedilər ki, bu doğuşan adıyla sırıdılar mənə, dedilər ki, ləzzətli bir şeydir, ye. Heç kimə demə, efirdə demə, efirdə demə. Yaxşı, o kulokun içində kaset də var, bir dənə kaset, onu götür. Ala. Bozbaş Pictures təqdim edir. Bozbaş Pictures təqdim edir. Günlərin bir günü Memati Elarizin Bakıdakı ofisinə gəlir. Özü də tək deyil, ən yaxın zambratları ilə. Elariz yerindədir qardaşım. Səhərdən mən sizi gözləyir. Silahları qoyun ora. Qardaş, üstünüzü də yoxlayaq. Bura bəyən metro uzatdı. Eşşəklik eləməyin. 2 kəlmə söz deyib çıxıram. Yaxşı, buyurun. Bağışlayın, buradan sonra ancaq Memati müəllim gedə bilər. Siz gözləyin burada. Baş üstə rəis. Memati, hoş gəlibsən qadan alım. Sən ara, bura hara? Polad Ələmdar vacib bir məsələni tapşırıb. Onu həll eləməyə gəlmişəm. Buyur, dinləyirəm. Bu müğənni Nazim var, faytonçu mahnısını oxuyan. Hə. Söhbətim onunla bağlıdır. Ya Nazimlə barışıb əl sıxırsan, ya da onun dalınca az palaskat eləyirsən. Bu iki təklifdən birini qəbul eləsən, Polad müəllim şad olar. Qulaq as Memati, ofisimə xoş gəlibsən. Faytonçu Nazimlə mənim heç bir birliyim yoxdur. Olmayacaq da. Onda onun dalınca az danış. Sözümü kəsmə. Elarizə barmağı ilə toxunan oğlanın başını kəsərəm. Ayaqlarını da qırıb qəşəng xaş pişirərəm. Mən Nazimlə barışmayacağım. Ağıllı ol Memati. Ay mama, ay Allah balalarını ölsün ay Memati. Ay Allah balalarını kırsın ay Memati. Oy, ay. Mən sənin üçün nə nadirəm, nə faiqəm, nə də rəhimli. Eşitdin hə müğənni? Götür telefonu Nazimə zəngilə de ki, Memati gəlmişdi qonaq. Bildin? Repertuarını da dəyiş. Bezdirmisən cəmaatı giz-giz mahnılarınla. Ay Allah. Ay Allah.
kəsküydü. Ataların bir məsələ var. Qaşınan yeri qaşıyarlar. Bu da sana padarka. Benim canım. Bu Elariz'den Nazim de barışsaydı. Nəinki Elarizlə Nazim. Bu show biznesdə bu bütün gün bir-birini qıran müğənnilər barışsaydılar, onlardı əcdafa. Ejdaha. Nadir'in de elə biləcək onu elişirik. Yaxşı, gedək. Necə deyərlər? To be Cantunio, ATV mağazına baxmağı unutmayın.